Salam dostlar, mən bu kanalımın növbəti bir videosuna qarşılayıram. Deməli, bugünkü videomuz nə üzrədir? Deməli, bugünkü videomuz maraqlı bir məsələ haqqındadır. İndi deyim ki, abunə olub like etməyi unutmayın. İndi keçirik, ilk öncə video nə üzrə olduğunu məlumat verim, ondan sonra keçirik videonun səsinə. Deməli, dostlar, bugünkü videomuz 5000 manata biz hansı avtomobilləri ala bilərik? Deməli, bir belə deyək, bu avtomobilləri yaxşı tanıyan, ümumiyyətlə dözümlü cəhətindən olsun, 5000-ə məsəl üçün hansıları ala bilərik, qiyməti cəhətdən olsun, hal-hazırdakı dövrdə, yəni 2025-ci ildə mayın 30-da biz hansı avtomobilləri, yəni 5000-ə ala bilərik. O adam hamısını buradan da salamlayıram, mənə dedi və mən də həm də biraz araşdırdım sosial şəbəkələrdən və belə bir video hazırladım. Deməli, mən istəyirəm sizin onun həm o avtomobillər haqqında yaxşı bilən o adamın sözləri, həm də araşdırdıqlarımı istəyirəm sizə deyim. İlk öncə onu demək istəyirəm ki, mən hal-hazırda heç bir əlimdə vərəq yoxdur, heç bir şey yoxdur. Bunların hamısını öyrənmişəm və sizə deyirəm. Deməli, getdik, bax 5 dənə avtomobil götürmüşəm. 5 dənə avtomobildə, yəni 5-ci avtomobil, avtomobili İlk avtomobil, yəni 5000-ə avtomobili almağımız daha yaxşıdır. Keçirik də videoya. Getdik. Deməli, 5-ci yerdə Mercedes-Benz. Mercedes-in uşaqlar biz 1990-2000-ci illər arasında istehsal olunan avtomobillərini, modellərini biz ala bilərik. Deməli, xüsusən də 5000-ə biz ideal 190 ala bilərik. Bunun xüsusən də yəni dözümlü cəhətindən olsun və alsa onu çox da problemlər olmayacaq. Sonra gəlir yeşqıları. Yeşqıları da almaq olar həmin o qiymətə. Sonra gəlirik W202, yəni C-Class. S280 ala bilərik. S200 yox, S280 ala bilərik yalnız. W200, deməli uşaqlar, bu yeşqı dilində mən 90-cı illərdən 95-ci illərə qədər W, yəni kuzu cəhətdən W124 Mercedeslər, yeşqalar, yəni el arasında yeşqı deyilir, ümumiyyətlə E-Class. Bunlar istehsal olundu və ondan sonra 96-cı ildə artıq W210, yəni döşgöz də deyirlər arasında bu modellər istehsal olundu. Döşgözləri biz 5000-ə ya qəzalı olacaq, yəni tapa bilmərik. Tapsaq da qəzalı ola bilər, problemi ola bilər, yürüyüş çox ola bilər. Yəni bu kimi hallar baş verə biləcək. Keçək, yəni Mercedes-i bildiniz ki, hansıları ala bilərsiniz. İndi keçək də BMW-yə. Xüsusən də uşaqlar BMW-də BMW-nin həm belə deyək, müəyyən də dözümlüyü olsun, yəni öz ilinə görə, yəni 1990-dan 2000-ci illər arasında komfort falan olsun, hamısı içində olmaqla. Hansı avtomobillər ola bilər ki, hansı növdə 34 kuza, 36 kuza, yəni 3 seriya, 5 seriya. Ən məsləhət görünən uşaqlar, o adam da mənimdir və mən də araşdırmalarımda elə müəyyən etdim ki, 5 seriya, yəni 34 kuzadır. Çünki o həm dözümlüyü 3 seriyadan da daha çoxdur. Yəni 5 seriya alsaq daha yaxşı olar, 5000 manata. İdeal 5 seriyalar almaq olar. Keçirik 3-cü yerdə. 3-cü yerdə hansı avtomobil durur? 3-cü yerdə Opel. Opelin xüsusən də 1990-2000-ci illər ola bilər, 2000-dən 2000 maksimal 2004-cü, 2005-ci illər arasında istehsal olunan modelləri ola bilər ki, onlar da məsəl üçün ən məsləhət görülən, ən dözümlüsü. Yəni ən dözümlülər uşaqlar yadınızda saxlayın ki, ümumiyyətlə Opel mənə görə, yəni o adamdan da məsləhətinə görə o dedi ki, Opel həm yanacaq sərfiyyatı Opeldə çoxdur. Opeldə yanacaq sərfiyyatı çoxdur və Opelin xüsusən də dözümlüyü azdır. Amma sırf 5000-ə siz Opelin mexaniki sürətlər qutusunu alsanız, daha məsləhət görüləndir. Çünki mexaniki sürətlər qutusu həm yanacaq sərfiyyatında az olacaq, həm də ki, avtomatlar nisbətən həm qiyməti bahadır, həm də ola bilər ki, daha dözümsüz olur da. İndi keçirik mexanikaya. İndi Opellərin markalarında xüsusən hansı modellər Omega ilə Vectra, Astra ola bilər, ancaq Astra çox leşlərini alacaqsınız. Ən yaxşısı Omega ilə Vectradır. Bu məsləhət görüləndir və özünə görə də dözümlüyü var, yəni müəyyən qədər var. Pisləmirəm ki, bunu ala bilərsiniz. Sonra keçir 2-ci yerdə sizə qaz. Qaz nədir?
belə deyək də, qaz 31 ala bilərsiniz və qaz 31, yəni 105 ala bilərsiniz. Qeyd edək ki, bu 3110 və 31-105-lər ki var. Bu modellər xüsusən də ən tövsiyə olunanı 33-105-dir. Çünki 105-lər daha dözümlüdür və 2004 ola bilər bunların ili, 2005 ola bilər, illik yenidir. Yəni 5000-ə biz ideal qaz 31-də tapa bilərik. Və əslində uşaqlar ikinci yerdə bir avtomobil var, onu da istəyirəm qeyd edeyim. Assamant. Assamant, belə deyək, Assamantların uşaqlar taksiyə çox sürülür, Azərbaycan istehsalıdır. Ona görə də asprobilgi tapmamız çox da mümkün deyil, çünki taksiyə çox sürülür. Xüsusən də 400 min, 500 min yürüşləri olur. Yəni yürüş çoxdur. Dözümlülüyünə görə də var, yəni Azərbaycan istehsalıdır, nə də olsa. Onları ala bilərsiniz, amma yəni 5000-ə xüsusən də idealını tapmaq olur. Prosta yürüş çox olacaq. İndi yürüş şərtindən də baxıb az yürüşünü ala bilərsiniz. Və keçirik birinci yerdə. Hazırsınız? Getdik. Birinci yerdə Lada Vaz. Lada Vaz, uşaqlar, bir sıra Lada Vazlar da ən ideal Ladalar. Siz xüsusən də ən dözümlülük olsun, həm də 5000-ə uyğun, yəni ideal almaq istəyirsinizsə 06, 07, 09 və 099 modellərini ala bilərsiniz. Bunlar və hətta 014 və 015 modellər də ola bilər, amma 014-015 ilə yaxşı vəziyyətdə olmayacaq. Siz ümumiyyətlə Lada qiymət cəhətindən birinci yerdədir və görünür ki, heç o birinci yerliyini heç bir avtomobili vermək istəmir. Və belə demək istəyirəm ki, artıq dostlar, həm siz istəyirsinizsə avtomobil almaq istəyən dostlarımız onlarsa 5000-ə, tutaq ki 5000-iniz var, almaq istəyirsinizsə bunları ala bilərsiniz. Xüsusən də mənə görə, mənim həm də o məsləhət gördü mənə o adam ki, xüsusən də Lada ən yaxşıdır. Çünki Ladalar sadalatında hansı modellər olacaq? Ladalar ən yaxşısını, yəni 5000-dən siz ən yaxşı vəziyyətdən Ladanı alacaqsınız. Mənim öz seçimim də Ladadır. Çünki xaric avtomobillərini uşaqlar yadınızda saxlayın, həmişə qiymətləri, yaxşı xaric avtomobilinin qiyməti həmişə müəyyən qədər baha olur. Xüsusən də ili köhnə və yaxud da ili təzə fərqi yoxdur. İndi məsələ girməsin buna və birinci yerdə Lada Vazdır. Modelləri saydım. Yəni siz Lada Vaz ala bilərsiniz. Bu ən yaxşısı, yəni ola bilər. Ən yaxşı vəziyyətdə 5000-ə siz tapa bilərsiniz. Yəni Ladaların çoxsu 35-6 mindir. Dostlar, videomuz bu qədər. Bugün mən sizdə 5000-ə hansı avtomobillər almaq olar bu video haqqında, yəni mövzumuz bu idi. İnşallah 10 min olacaq, 15 min olacaq, 20 min, 50 min kimi çəkəcəm inşallah. Amma hələ ki 5 mini çəkdiyim. Abunə olun, like etməyi unutmayın. Çox xahiş edirəm, abunə olaq. Bir dənə maraqlı video çəkəcəm inşallah. O eyni ayının bomba bir dənə videosudur. Onu çəkəcəm. Demirəm, sürpriz qalsın. Baxıb bildirimləri açarsınız ki, o videodan xəbəriniz olsun. O hələ eyni ayında olacaq. Sağ olun, gələn videolarda görüşəndək. Bugün siz mənimlə 5000 manata hansı avtomobillər alınır bilər mövzusunda videosuna baxdınız. Sağ olun. Abunə olardınız.